Salam, OTK-nın 16 mart tarixində keçirilmiş olduğu sınaq imtahanından ingilis dili suallarının doğru cavabları və izahları ilə tanış olaq. Qeyd edim ki, bu 8-ci siniflər üçündür. 9-cu siniflər digər videoda olacaq, oradan baxa bilərsiniz. Və bu arada kanala abunə olmağı unutmayın, çünki 8-ci siniflər üçün də faydalı test və mövzu izahları irəlidə yenə gələcək. 56-cı sualda sağ tərəfə baxırıq ki, o burada 5 il yaşayıb, deməli onun bu şəhərdə nə qədər dostu var? Çox dostu var deyirik. Yəni A variantı. Friend sayılır. Little və a little sayılmayanla olur. Much da həmsinin. Few da məna baxımından düz gəlmir. Çünki burada 5 il yaşayıbsa, onun çox az dostu yox, çox dostu olar. Cavab olur A variantı. 57-ci sualda deməli This book isn't mine. Bu kitab mənimki deyil. Cümlə tamamlanıb, vergüldən ayrılıb burada. Mənim kitabım my'dan sonra isim gəlir. My book is on the table deyərək. Yəni A variantı. Digərləri niyə olmaz? Burada bitmiş bir fikir olduğu üçün birinci cümlədə bu kitab mənimki deyil. Your olmaz, isim gələrdi. D-ni atırıq. His qalsın. Sağ tərəfdə hers var. Hersdən sonra isim gəlməz. B gedir. Y-də eyni qayda isn't D olmaz. Theirs olardı. Sağ tərəfdə C-də də as olmazdı, my və ya our olardı. Ona görə C də yanlış oldu. Cavab A variantı. 58-ci sualda make-up sentence bölməsidir. Doğru variant burada birbaşa deyək. Bu D variantı olacaqdır. Bu tip sual yazmaq üçün cümlə quruluşunu və söz sırasını bilmək lazımdır. Həmçinin mübtəda xəbər uzlaşmasını da. 59-cu sualda the rules of the game. Of-dan qabaqçına baxırıq. Rules cəmdədir. Cəmdə olduğu üçün was təkdə atırıq. Is təkdə. Cavab 1-3, yəni B variantı olur. 60-cı sualda isə bizdən mürəkkəb isimləri soruşur. Deməli, notebook qeyd kitabı, biri bu olacaqdır. Playground oyun meydançası. Deməli, 6 bookshelf kitab rəfi. Bunlar deməli 1-3-5, daha doğrusu 1-3-6, yəni A variantı. 61-ci sualda deməli o yaxşı bir aşpazdır deyərik. İsmin qabağında sifət olar, well zəfdir, bunları atırıq. Best olmaz, çünki good demək lazımdır. Best olsaydı gərək Z artikli olsun qarşısında. A niyə olmaz? O yeməkləri yaxşı hazırlayır, hərəkətdir, good sifətdir. Bizə zərf lazımdır, yəni well lazımdır. Ona görə C olur. 62-yə baxırıq. 62-ci sualda qrammatik qaydadan atmağa çalışaq. Kəndən, kultdan sonra to gəlmir. Bunları həmən ataq. Might'dan da sonra gəlmir. Will'in də B'si yoxdur. Cavab D variantı olur. Həm də keçmiş zaman worked var deyə, yəni can falan olmaz. Keçmiş zaman lazım idi. 63-ə baxırıq. 63-də it is var. Nida cümləsidir. Təkdə olan bir şeydir. A-ya baxırıq. Təkdədirsə, black sheep'in qarşısında E artikli olması lazım idi. B-də cəmdədir. Is təkdədir. Polis cəmdə, is təkdə olmaz. D-də oxygen cəmdə, E təkdə olmaz. Y-də qis cəmdə, E artikli təkdə, is təkdə olmaz. Ekley və Fox, ağıllı bir tülkü və iz. Cavab C variantı 63-də. 64-ə baxırıq. 64-də isə Tom deməli go olmur. D-ni nağdı yerindən aparaq. Y-də olmur, çünki Tomda goes olardı. Və but his brother, amma onun qardaşı, o da üçüncü şəxsin təkidir deyə don't olmazdı. Ona görə A-da getdi, C-də getdi don't. Nə qaldı? Cavab B variantı qaldı. 65-ci suala baxaq. 65-də I don't have information. Törəmədən sonra isim gəlməz. En isim getdi. Don't inkardır. Some burada olmaz. Bu da getdi. Çünki some təsdiqdə olur. Don't inkardır. Burada no da olmaz. No da olmaz. Cavab nə qalır? A variantı qalır. Keçək növbəti suala, yəni 66-ya. Bizdən passive voice istəyir. Çox rahatdır bu qayda əslində. Ümid edirəm ki, indi deyəcəyim qaydanı rahat tapa bilərsiniz. Teacher explains. Hansı zamandır indiki sadə? İndiki sadənin passivi nə ilə düzəlir? Am is are plus fe'l 3. Burada da fe'limiz nədir? Explain'dir. Deməli, ya is, ya are plus da fe'l 3 olar. Yəni, burada da fe'l explain'dir. Is, are, explained olmalıdır. Biz is, are, explained olanı tapaq. A-da is, are yoxdur. C-də yoxdur. D-də has'dir, olmaz. Y-də
Is explained deyil, being var. Bu aləmi qarışdırıb bir-birinə. Bu da being olmaması lazımdır. Is explained olardı. Yəni B-yə baxırıq. Is explained. Yəni B variantı doğru cavabdır. 67-ci sualda isə bizdən düzgün formanı istəyir. Quraşdırmaq lazımdır belə deyək. Freezing, çox soyuq, donmuş. Very cold, 1-ə C olar. Single tək, C only tək. 1C, 2A olanda cavabımız C variantı. 68-də isə deməli rəssamların deməli güclü takipçiləri var deyir. Kimlər arasında? Qocalar arasında. The old qocalar olar. Old people, qoca yaşlı insanlar. An old qarşısında ən istifadə etmirik. Gərək sağda isim olardı. 4-də də the old cəmlənməzdi. Cavab 1 və 2 oldu bu şəkildə. Bu arada kanalın ictimai bölməsində sizlər üçün çox faydalı testlər var. Onları da işləməyi mütləq unutmazsınız. Boş vaxtınızda baxarsınız kanalın ictimai bölməsində. 69-cu sualda doğru variant baxaq. C variantı olacaqdır. Baxın, rahat formasından sizə deyim bunu. Lily had a great time at the zoo. Lily'nin zooparkda yaxşı bir vaxt keçirdi. Bizdən düzgün variantı soruşur. Sonda take care Lily. Yəni yazan Lily'dir. Bunu məktubun başından da görmək olur ki, əziz Tom. Mən Tom'a yazıramsa deməli bu sondakı ad da yazanındır. Baxaq burada bir saniyə. I had a great time with my family. Bir saniyə. Aha, I had a great time with my family. Yaxşı bir vaxt keçirdim. Söhbət də yəni eləyən Lily'dir. C-yə baxırıq. Baxın, eynisi a great time. Deməli, doğru cavab C variantıdır. 70-ci sualda doğru variant olacaqdır. D variantı. Niyə deməli satış həyata keçirdi kitab mağazası? Çünki yeni bir filial açır. Baxın, celebrate the opening of the new branch. Ona görə də endirim vardı. Ona görə 70-də cavab olacaqdır. D variantı. Keçək digər suallara. 71-ə baxaq. 71-ci sualda doğru variant olacaqdır B variantı. Yazılmasının məqsədi nədir bu mesajını deyir. Yazan deməli John Parker'dir. Saraha yazıbdır. B-də nə deyir? Saraha təbrik edir ki, yarışda qalib gəlin. Baxın, I want to congratulate you on your amazing performance in the school competition. Yəni heyrətamiz bir performansın olduğu üçün səni təbrik edirəm deyir. Cavab ona görə oldu. B variantı. Reading suallarına baxaq. Elə burada olmuşkən 72-ci sualda doğru variant olacaq A variantı. Marsın özəlliyini soruşur. Həmin hissədə baxın, altını xətt çəkdim. Red planetdir, yəni qırmızı planetdir deyir. 73-də bizdən yanlışı soruşur. Doğru cavab olacaqdır C variantı. 74-də doğru cavab Y. 75-də doğru cavab yenə Y variantı oldu. 76-da isə doğru cavab olacaqdır. Deməli 1 və 2 olacaqdır burada. Deməli belə. Qaldı listening sualları. Listening suallarını birazdan kanalın short bölməsində, short video bölməsindən tanış ola bilərsiniz. Oradan cavabları sizə qeyd edəcəm. Kanalın short bölməsində. Hər birinizə uğurlar olsun. Özünüzdən müğayət olun.